Salam dostlar, bu videoda özünə güvən mövzusunda akademik dairədə ən çox istifadə olunan Rosenberg şkalası haqqında danışacağım. Daha doğrusu sizinlə bir yerdə bu testi keçəcəyik. Onu nəzərinizə çatdırım ki, bu test klinik psixologiyada çox tanınan bir test və şkaladır. İlk öncə mən sizə suallar verəcəm, 10 dənə cümlə daha doğrusu verəcəm. Hər cümlədən sonra videonu saxlayın və çalışın bu suallara rahat şəkildə cavab verin və bu suallara cavab verərkən 4 cavab sizə təqdim edəcəm. Onlardan birini seçib hər sualın, hər cümlənin qabağında özünüz üçün yazın. 10 dənə cümlənin yanında rəqəmlər yazın. Rəqəmlər necə olacaq? Hər cümlənin sonunda 4 dənə cavab verirəm sizə. Görün bu cavablardan hansı sizə uyğundur. 1 bal verəcəksiniz tamamilə narazıyama. 2 bal verəcəksiniz narazıyam cavabına, 3 bal verəcəksiniz razıyam cavabına, 4 bal verəcəksiniz tamamilə razıyam cavabına. Əgər başladınızsa, gedək. 10 dənə cümləni başlayırıq. Birinci cümlə. Ümumilikdə götürəndə mən özümlə razıyam. İndi videonu saxlayın və cavab verin. 1, 2, 3, 4 baldan hansını buna uyğun görürsünüz bu cümləyə? Yəni 1 oldu tamamilə narazıyam, 2 bal oldu narazıyam, 3 bal oldu razıyam və 4 bal oldu tamamilə razıyam. İkinci cümlə. Zamanla mən ümumiyyətlə yaxşı hiss etmirəm. Üçüncü. Mən hiss edirəm ki, çoxlu yaxşı xüsusiyyətlərim var. 4. Mən müəyyən şeyləri başqa insanların gördüyü qədər görə bilirəm, bacarıram bunu. 5. Mən hiss edirəm ki, özümlə fəxr edəsi elə də çox şeyim yoxdur. 6. Mən bəzən müəyyən zamandan bir özümü ümumiyyətlə faydasız hiss edirəm. 7. Mən hiss edirəm ki, mən dəyərli bir kəsəm. Ən azından bu yer kürəsində olan insanlar qədər bərabərəm. 8. Mən özümə qarşı daha çox hörmətimin olmasını istəyərdim, arzulayardım. 9. Ümumilikdə mən özümü uğursuz, bəxtsiz hiss etməyə meyilli biriyəm. 10. Mənim özümə qarşı müsbət münasibətim var, yanaşmam var. Hər bir bu 10 cümlənin qarşısında cavablara uyğun olaraq balları qeyd edin və hesablayın. Sonda nə qədər bal topladınız? Videonu saxlayın və hesablayın. Daha sonra yenidən videoya dönün. Deməli dostlar, əgər siz hesabladınızsa, icazə verin mən bunun açıqlamasını sizə deyim. Əgər sizin topladığınız bal 30-40 arasında dəyişibsə, o deməkdir ki, siz özünüzə qarşı çox inamlısınız. 20-29 arasında dəyişibsə, özünüzə qarşı inamınız orta səviyyədədir. Əgər topladığınız bal 20-dən aşağıdırsa, özünüzə inamınız aşağı səviyyədədir. Onu da nəzərdə tutun ki, bu tip testlər diaqnoz daşımır. Və bu tip testlərə cavab verərkən maksimum səmimi olmaq, maksimum uyğun bir şəraitdə bu testləri keçmək lazımdır ki, testin nəticəsi ilə ümumi sizin vəziyyətiniz üst-üstə düşsün. Və onu da deyim ki, bu test hansısa spesifik bacarığı ölçmür. Sizin ümumi özgüvəninizi ölçür. Bu nə deməkdir? Yəni, ola bilsin ki, siz məsələn tərcüməçisiniz və öz işinizdə çox bacarıqlısınız. Bu testi tətbiq etmək, bu testi həyatınızda şkalanı ölçüb sonda bal hesablayaraq siz həmin bacarığı deyil, ümumilikdə bir şəxs kimi özünüzə güvəniniz nə dərəcədə onu yoxlayırsınız. Və bu şkalanı keçərkən siz bu gününüzə, dünəninizə deyil, ümumilikdə olan vəziyyətinizə uyğun olaraq o suallara, o cümlələrə razı olub olmamağınıza cavab verməliydiniz. Səhifədə başqa psixoloji testlər var və onların hamısı akademikdir. Facebook və digər sosial şəbəkələrdə qarşınıza çıxan bu psixoloji testi keç və
öyrən nə dərəcədə özünə güvənirsən, öyrən nə dərəcədə önyarğılısan və s. kimi elə də mənşəyi etibarlı olmayan psixoloji testlər deyil, yalnız və yalnız akademik testləri sizə təqdim edirəm. Əgər bəyəndinizsə, başqa mövzularda olan psixoloji testləri də səhifəmdə video çəkərək sizinlə paylaşa bilərəm. Videonu bəyənməyi və fikirlərinizi rəy bölməsinə yazmağı unutmayın ki, bu mənim üçün motivasiya olsun və növbəti akademik dairələrdə tətbiq olunan psixoloji testləri sizinlə paylaşım.